Mahsun Kimya kanalından hər birinizə salamlar. Baxacağımız mövzu alkenlər və alkadenlərin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarıdır. Baxacağımız suallar isə videonun açıqlama bölməsində verilmişdir. Hər bir sualın qarşısında videonun hansı hissəsində başlaması ilə bağlı dəqiqələr, saniyələr verilib. Oradan istədiyiniz sualı seçərək birbaşa həmin sualın izahına baxa bilərsiniz. Sual 3. Sualda nə deyir? Bromlu suyu rəngsizləşdirən X-in molekulunda bir pirabitə var. Demək bu hansı karbohidrogendir? Bu alkendir. Niyə? Çünki bir pirabitəsi alkenlərdə mövcuddur. Daha sonra nə deyir? Deyir ki, 3 metil qrupu var və rabitələrin yaranmasında iştirak edən ümumi orbitalların 20%-ni sp2 hibrid orbitalları təşkil edir. Bax, burada göstərilən 3 metil qrupu mənə karbonların sayının neçə olduğunu dəqiq göstərmir. Mən karbonların sayının neçə olduğunu dəqiq bilmək üçün burada olan 20%-ni sp2 hibrid orbitalları təşkil edir cümləsindən istifadə edəcəm. Alken molekulunda bir pirabitə varsa, deməli 2 sp2 hibridləşmə halında olan karbon atomu var. 1 sp2 hibridləşmə halında olan karbon atomu 3 hibrid orbital əmələ gətirir. Bu karbonun sayı 2 olarsa, neçə hibrid orbital əmələ gətirər? Əlbəttə ki, 6. Yəni, bu 6 ümumi orbitalların 20%-ni təşkil edir. Bəs yaxşı, ümumi orbitallar, yəni 100%-nə qədər imiş. Bunu x ilə işarə etsək, x bərabərdir 30. Demək, ümumi orbital sayı 30 imiş. Daha sonra alkenlərdə ümumi orbital sayının tapılması düsturundan istifadə edərək karbon atomlarının sayını tapaq. Alkenlərdə hibrid orbital sayı 4n-2 düsturu ilə, qeyri-hibrid orbital sayı isə 2n+2 düsturu ilə hesablanır. Bunların cəmi mənə ümumi orbital sayını verəcək. Bununla bu 0 edir. Burada neçə qalır? 6n. Yəni 6n bərabərdir 30. N neçə imiş? N bərabərdir 5. Deməli, bu alken molekulunda 5 dənə karbon atomu var. Yəni 10 dənə də hidrogen atomu olacaq. Düzdürmü? İndi nə edəcəm? Bu alken molekulunun quruluşunu yazacağam. Və yazan zaman nəyə diqqət edəcəm? Deyir ki, 3 metil qrupu var. Yadda saxlamaq lazımdır ki, metil qrupu CH3 xəttdir. Metilen qrupu ilə səhv salmaq olmaz. Metilen qrupu isə CH2 2 xəttdir. Bunları səhv salmayın. Bizə deyir ki, 3 metil qrupu var. İndi bunu nəzərə alaraq quruluşu yazım. Birinci 2 qat rabitəli karbonları yazacağam. Daha sonra buna 3 metil qrupu birləşdirəcəm. Əgər mən bu karbona belə bir karbon birləşdirsəm, yəni düz zəncir yaratsam, artıq bu metil yox, metilen qrupu olacaq. Və nəticədə karbon atomlarının sayında fərq yaranacaq. Mən də bilirəm ki, bunun karbon atomlarının sayı 5-dir. Ona görə nə edirəm? Bura bir karbon birləşdirirəm, daha sonra karbonun birini birləşdirirəm bura və birini də bura. Yəni aldığım quruluş nə olacaq? Burada yazdığım quruluş olacaq. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə karbon atomu var. Quruluşu tapdığıma görə keçək bizə verilən suallara. X maddəsinin beynəlxalq nomenklatura ilə adını müəyyən edin. Baxın, nömrələnməni hansı istiqamətdə aparmalıyam? Əlbəttə ki, 2 qat rabitənin olduğu və şaxələnmənin yaxın olduğu ucdan. Yəni buradan. 1, 2, 3, 4. Düzdür? İndi bunun adı necə olacaq? 2 metil buten 2. Birincini yazdığım üçün artıq keçirəm ikinciyə. Nə deyir? Bromlu su ilə reaksiya tənliyini yazın. Bromlu su dedikdə alken molekulu üzərinə gəl brom, üzərinə gəl su. Bu kimi yazmırıq. Sadəcə bromu yazırıq. Mən də bilirəm ki, alken molekulunda bir pirabitə var. Yəni, maksimum 1 mol brom birləşdirə bilər. Və bu pirabitənin qırılması ilə baş verir. İndi həmin reaksiyanı yazaq. Reaksiyanı yazdığım üçün indi sizə burada rahat bir şəkildə izah edə bilərəm. Baxın, burada bir pirabitəsi var, düzdürmü? Bu pirabitəsi qırıldı. Görürsünüz, bax, burada elə bir rabitə yoxdur. Bu artıq qırılıb. Bunun qırılması nəticəsində burada bir xətt, burada bir xətt. Yəni, bir rabitə burada, bir rabitə burada yaranır. Bromun da qırılan rabitəsi neyniyir? Biri bununla birləşir, biri də bununla. Yəni, normalda axırda bu quruluş alınır. Reaksiya tənliyimiz bu şəkildə olacaq.
Üçüncüdə nə deyir? Deyir ki, X-in molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların ümumi sayını hesablayın. Alkenlərdə qeyri-hibrid orbital sayı necə hesablanırdı? Hidrogen sayı üzərinə gəl, bir pi rabitənin yaranmasında iştirak edən 2 qeyri-hibrid orbital sayı, yəni 2. Biz də bayaq tapdıq ki, karbon atomlarının sayı neçədir? 5. Yəni n bərabərdir 5 idi. İndi n-i burada yerinə qoysaq nə olacaq? 2 vur 5 üstə gəl 2, yəni 12. Cavabımız nə olacaq? Cavab olacaq 12. Sual 5. Sualda nə deyir? Baxın, sualın bir hissəsi səhifənin sol aşağı küncündədir, digər hissəsi səhifənin sağ yuxarı küncündədir. Mən bu sol aşağı küncünə baxacağam, daha sonra səhifənin sağ yuxarı küncündən davam edəcəyik. Baxın, şəklə baxan kimi ilk gördüyüm nədir? Qızdırılma və C2H5OH-ın qatı H2SO4 ilə reaksiyası. Yəni belə deyim, qatı H2SO4-ün, yəni qatı sulfatın C2H5OH-a təsiri. Baxan zaman ağlımıza ilk nə gəlir? O gəlir ki, bu alkenin alınması reaksiyasıdır. Niyə? Çünki laboratoriya şəraitində doymuş bir atomlu spirtlərin qatı sulfat turşusu ilə 140 dərəcədən yuxarı temperaturda reaksiyasından nə alınırdı? Alken alınırdı. İndi mən bu reaksiyanı yazsam, necə olacaq? C2H5OH üzərinə gəl, qatı H2SO4 140 dərəcədən yuxarı temperaturda gedir bu reaksiya. Buradan nə alınacaq? C2H4 üstə gəl H2O. Yəni bu reaksiyada belə deyim, təsir edəndir. Yadda saxlamaq lazımdır ki, doymuş bir atomlu spirtlərin qatı sulfat turşusu iştirakında həmişə 1 mol su çıxır. Bax, burada 1-dir. 1 mol su çıxır. İndi mən buradan 1 mol suyu çıxarsam, baxın, OH buradan silinəcək. Buradan da H-ın 1-i silinəcək. Nə qalacaq? C2H4. Düzdür? Deməli, alınan alken nə imiş? C2H4 imiş, eten imiş. Daha sonra nə edirəm? İndi baxıram, sağ yuxarı küncə görək, burada nə yazılıb. Sualda nə deyir? Deyir ki, etil spirtinin dehidratlaşmasından alınan alkeni, yəni bunu kalium permanganatın suda məhlulundan buraxdıqda məhlul rəngsizləşir. Bəli, niyə? Çünki alkenlərdə pirabitə var və kalium permanganat məhlulunu eyni zamanda bromlu suyu rəngsizləşdirə bilirlər. Yəni doymamış karbohidrogenlərdirlər. Alkenin alınma reaksiyasının kimyəvi tənliyini yazın. Biz onsuz da bu tənliyi artıq yazmışıq. Yəni bu tənliyi soruşur bizdən. Biz bunu yazmışıq. Birinci hazırdır. Daha sonra nə deyir? Kalium permanganat məhlulundan buraxdıqda alınan üzv maddənin beynəlxalq nomenklatura ilə adını müəyyən edin. Baxın, bu alkenlərin kalium permanganat məhlulunda reaksiyasını yazarkən bunu yadda saxlayın ki, 3 mol alken CnH2n üstə gəl 2 mol kalium mangan O4 üstə gəl 4 dənə H2O şəklində reaksiya baş verir. Baxın, 3, 2, 4. Bunu yadda saxlayın, çünki imtahanda falan bunu əmsallaşdırmaq həqiqətən vaxt alır. Burada nə bilim, -2 yaz, neçə yaz falan. Sağ tərəfdə OH var 2 dənə. Bax, belə şeylərə, belə deyim, sadə yoluna baxmaq lazımdır. Sadəcə 3, 2, 4. Onsuz buradan sonra əmsal öz-özünə yaranır. Yəni siz bir dənə 3, 2, 4 yadda saxlasanız, bu sizə bəs edir. İndi bu reaksiyanın ardı necə olacaq? Yazaq. Baxın, 3 mol alken reaksiya daxil olmuş. Düzdürmü? Deməli 3 molda 2 atomlu spirt alınacaq. CnH2n OH2. Bu C-dir. Daha sonra üzərinə gələcəm. Neçə mol kalium mangan O4 götürmüşdüm? 2 mol. Deməli 2 mol kalium OH. Onun da üzərinə gələcəm. Nə? 2 mol mangan O2. Belə, reaksiya tənliyimiz artıq nədir? Hazırdır. Reaksiya tənliyimiz belə olacaq. İkincisində yazdıq. Daha sonra nə deyir? Rəngsizləşmə reaksiyasının tənliyində bütün əmsalların cəmini müəyyən edin. Baxın, görürsünüz, əmsalların cəmini soruşur. Bunu təzədən əmsallaşdırmaq falan vaxt aparır. Bayaq dediyim kimi. Sadəcə 3, 2, 4. Bunu bildiniz, bəs eləyir. 3 üstə gəl 2, üstə gəl 4, üstə gəl 3, üstə gəl 2, üstə gəl 2. Neçə eləyir? Eləyir 16. Bu da üçüncünün cavabı oldu. Deməli, 3 sualın 3-ünə də cavab verə bildik. Sual 6. Sualda nə deyir? Alken molekulunda 4 ədəd birli alkil radikalı var.
Baxın, burada əsas diqqət edəcəyimiz hissə birli alkil radikaldır. Birli alkil radikalını birli karbonla səhv salmayın. Birli alkil radikal dediyi, bax bu rabitənin birləşdiyi karbonu digər bir karbonla birləşməsini deyir. Yəni, iki qat rabitə ilə birləşən karbonlardan, məsələn, birinin birləşdiyi karbon atomu digər bir karbonla birləşsin. Əgər mən bunu bu şəkil yazsam, iki karbonla birləşdirsəm, hansı ki, bu rabitə ilə birləşən karbon iki karbonla birləşib, artıq bu ikili radikaldır. Birli deyil. Birli olmağı üçün mən bunu necə yazmalıyam? Bunu belə yazmalıyam. Bu şəkil. Niyə? Çünki bu rabitənin birləşdiyi karbon digər bir karbonla birləşib. Bir də var ki, birli karbon. Birli karbon nədir bəs? Məsələn, 3 dənə belə karbon seçirəm. Baxın, bunlar birlidir. Niyə? Çünki hidrogeni çıxan karbonun birləşdiyi karbon 1-dir. Bir də var ki, hidrogeni çıxan karbonun birləşdiyi karbonun sayı 2 olsun. Məsələn, bax bunun kimi. Görürsünüz, hidrogeni çıxan karbon budur. Birləşdiyi karbon sayı neçədir? 1, 2. Deməli, bu ikili karbondur. İndi bunları nəzərə alaraq sualımızda verilən quruluşu yazmağa çalışaq. İlk növbədə nə edəcəm? İlk növbədə iki qat rabitə ilə birləşən mərkəzi karbonları yazacağam. Daha sonra bura 4 dənə xətt qoyuram. Yəni, hansı ki, bunlar birli alkil radikalları ilə birləşəcək. Baxın, nə deyir? Sualda deyir ki, 4 ədəd birli alkil radikalı var və onlardan ikisi şaxəli quruluşludur. Baxın, yuxarıda C3H7 yazıb, aşağıda C4H9. Yaxşı, gəlin yuxarını və aşağını ayrı-ayrılıqda şaxələndirək. Görək, hansı birli alkil radikalına uyğun gəlir. Baxın, burada 3 dənə karbon var. Düzdür? Əgər mən bu karbonu buradan götürüb bura qoysam, yəni bu şəkil yazsam və buradan silsəm, artıq baxın, bu nə oldu? İkili radikal oldu. Deməli, yuxarıdakı karbona dəyməyəcəm. Və nə edirəm? Bu hissəni silib, təzədən yazıram. Deməli, yuxarıda necə olacaq? 1, 2, 3. Bu şəkildə. Daha sonra nə edirəm? Aşağıdakı 4 karbonu olan alkil radikalını şaxələndirməyə çalışıram. Baxın, 1, 2, bura bir dənə çəkdim, 3, bura bir dənə çəkdim, 4. Niyə bura çəkdim bunu? Çünki mən bura çəksəm, yəni burada yazsam, bu yenə olacaq ikili. Mən ona görə çəkdim onun birləşdiyi karbona. Yəni, baxın, bu birlidir. Niyə? Çünki, baxın, bir karbon atomu ilə birləşib. Belə, quruluşu yazdım. Daha sonra nə deyir? Deyir, alkeni beynəlxalq nomenklatura ilə adlandırın. Yəni, əsas zəncirdə iki qat rabitənin olmasını nəzərə alacam və şaxələnmə yaxın olan ucdan hər iki tərəfə eynidirsə, elə fərq eləmir, birbaşa nömrələnməni neyəcəm? Aparacam. İndi burada nömrələnmə necə olacaq? Baxanda görsənir elə. Məsələn, yazaram bura 1, bura 2, bura 3, 4, 5, 6, 7, 8. Düzdür? Bunu yazdım. İndi bunu adlandıraq. Adlandırma necə olacaq bəs? İlk növbədə kiçik radikalların adını deyirik, həmişə. 2, 7 dimetil, 4, 5 propil və əsas zəncirin adı. Baxın, əsas zəncir 8 ilə bitib və bir pi rabitəsi var. Yəni, 2 qat rabitəsi var. Deməli, adı necə olacaq? Okten. Okten neçə? 4. Yəni, buradan sayı biz sol tərəfdən gəlmişik. 1, 2, 3, 4 deyə. Ona görə də 4-ü seçirəm. 5-i yazmayacam. Yazıram 4. 2, 7 dimetil, 4, 5 propil, okten, 4. Adlandırmanı etdik. Keçək indi sualın digər hissəsinə. Sualın ikinci hissəsində deyilir ki, molekulunda birli karbon atomlarının sayını müəyyən edin. Birli karbon atomları hansılardır? 1, 2, 3, 4, 5, 6. Deməli, 6 dənə nəyi var imiş? Birli karbon atomu var imiş. Bunu da tapdıq. İndi keçək digər hissəsinə. Üçüncüdə nə deyir? Bu alkenin molekulundakı C4H9 radikalının adını müəyyən edin. Yəni, bu radikalın adını soruşur. Bunun da adı nə olacaq? 4 dənə karbon atomu var və izo vəziyyətindədir. Deməli, izobutil. Bunun da adı olacaq izobutil radikalı. Çatdıq videomuzun sonuna. Əgər siz də bizimlə hazırlaşmaq istəyirsinizsə,
yuxarıda göstərilən nömrəyə və yaxud Masum Kimya Instagram hesabının direkt bölməsinə öz istəyinizi yaza bilərsiniz. Hələlik təşəkkür, sağ olun.